Salam, hər vaxtınız xeyir olsun. Cənab Prezident Zəngəzur dəhlizi barədə danışdı və Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq fikrini səsləndirdi. Hətta Zəngəzur dəhlizi açılandan sonra İrana ikinci dəmir yolunun hazırlanması da, açılması da nəzərdə tutulur. Bu çox önəmli bir faktordur. Ümumiyyətlə, Zəngəzur dəhlizinin reallaşması, bu dəmir yolu xətlərinin açılması bölgədə hansı yeni siyasi reallıqları formalaşdıra bilər? Təbii ki, Cənab Prezidentin Naxçıvana səfəri yeni bir geosiyasi mərhələnin başlanması kimi xarakterizə etmək olar. Yəni bu sıradan bir səfər deyil idi və bu artıq Zəngəzur dəhlizinin tibb marşrutunun növbəti mərhələdə açılması, həmçinin Azərbaycanın lojistik nəqliyyat hubuna çevrilməsinin bir yeni mərhələsidir. Və Cənab Prezident də burada region üçün xüsusi önəmli mesajlar verdi və yeni bir mərhələnin başlanması üçün Azərbaycanın bu müstəvidə prioritetlərini elan etdi. Təbii ki, Zəngəzur dəhlizi təkcə buradan fiber optik enerji, yaşıl enerji, avtomobil yolu deyil, buradan dəmir yol xətləri də çəkiləcək. Qeyd edim ki, Azərbaycan artıq Ermənistanla sərhəddə dəmir yol xəttini yüksək səviyyədə çəkib. Ermənistan ərazisində Zəngəzur dəhlizindən 40 kilometr ərazidə də dəmir yol xətti çəkildikdən sonra təbii ki, bu Ordubadakı dəmir yol xəttinə birləşəcək. Qeyd edim ki, Naxçıvanda dəmir yol xətti də inşa edilir və xüsusi önəmli məqam ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasının Zulfa rayonundan məhz buradan İrana dəmir yol xəttinin açılmasıdır. Qeyd edim ki, dəmir yol xətti var və bu, Cənab Prezidentin qeyd etdiyi kimi ikinci dəmir yol xəttidir. Birinci dəmir yol xətti Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Astaradan Rəşdə keçən dəmir yol xəttidir və bu da artıq Astaraya kimi dəmir yolu var və bu işlək vəziyyətdədir. Rəşdə də dəmir yol xətti çəkilir və İrana yüklər daşınır Şimal-Cənub istiqamətindən. Zulfadan da belə bir dəmir yol xəttinin işə başlaması, birbaşa bu Təbriz, Pakistan, Cənub-Şərqi Asiya ölkələrindən bütün Fars körfəzinə çıxır. Yəni bu deməkdir ki, bilirsiniz, Hindistan, İran, Ermənistan bunlar Zəngəzur dəhlizinə alternativ olaraq şimal marşrutu atmaq istəyirlər. Xüsusilə Hindistan burada canfəşanlıq edirdi və göründüyü kimi onun rentabellisi mümkün olmadı və Cənab Prezident də dəmir yol xəttinin olduğunu, İrana ikinci xəttin açılacağını, buradan Fars körfəzi ilə Bəndər Əbbas limanı Pakistana açılacağını da vurgulaması qeyd etdiyim kimi Hindistanın bir növ planında fiyaskoya uğramış kimi də xarakterizə etmək olar. Çünki əsas rentabelli yol budur. Zəngəzur dəhlizi şərqlə qərbi deyil, Asiyanın, Avropanın deyil, göründüyü kimi bir növ cənub istiqamətindən isti dənizlərə də açılır. Cənub-Şərqi Asiyadan gələn yükləri, hətta deyərdim ki, bundan növbəti mərhələdə bu xəttdən Misirdə, həmçinin Körfəz ərəb ölkələrdə istifadə edəcək Avropaya yüklərin daşınması. Əgər Zulfadan İrana, Təbriz istiqaməti dəmir yol xətti çəkilərsə, buradan Fars körfəzi, oradan da ərəb ölkələrdə öz yüklərini artıq gəmilərlə deyil, dəmir yol xətti ilə Avropa ölkələrinə də daşına bilər. Yəni göründüyü kimi Zəngəzur dəhlizi nə qədər geopolitik bir layihədir, regionda geosiyasi vəziyyəti dəyişir. Əgər biz yeni dünya siyasi nizamının yaradılmasına danışırıqsa, baxın, bu Zəngəzur dəhlizi, Azərbaycan Prezidentinin müəllifi olduğu Zəngəzur dəhlizi təkcə region üçündür, yaxın və orta şərqin geosiyasi, geoiqtisadi balansını dəyişir müsbət istiqamətdə və burada iqtisadi inteqrasiyanın özünə ihtiva edir və bu da növbəti mərhələdə siyasi əməkdaşlıq Cənubi Qafqazda, yaxın və orta şərqdə tütünün və təhlükəsinin təmin olunmasına gətirib çıxaracaq. Yəni artıq Naxçıvan şərqlə qərb, həmçinin yaxın və orta şərqin də nəqliyyat hubuna çevrilir. Bu Azərbaycanın Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsinə, beynəlxalq subyektin tərkib hissəsi olmasına və beynəlxalq siyasi iqtisadi nizama mühüm təsir edir. Həmçinin Azərbaycan artıq Avrasiya məkanında da nəqliyyat lojistika mərkəzi rolunu oynayır.
Təşəkkür edirəm Məhəmməd bəy, minnətdaram sizə suallarınız